Seysmik təhlükənin qiymətləndirilməsi strateji əhəmiyyət daşıyır. Bakıda keçirilən elmi konfransda bu mövzuya diqqət çəkilib. Tədbirdə ölkə ərazisində seysmik təhlükənin qiymətləndirilməsi, risk zonalarının müəyyənləşdirilməsi və bu istiqamətdə aparılan elmi praktik işlər müzakirə olunub. Yaxın vaxtlarda Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə edəcək yeni seysmik xəritələrin hazırlanması nəzərdə tutulur. Bu xəritələr ərazilər üzrə seysmik səviyyələrin dəqiqləşdirilməsinə, riskli zonaların müəyyən edilməsinə və tikinti layihələndirmə işlərində daha əsaslandırılmış qərarların qəbuluna imkan verəcək. Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün bu sahədə davamlı monitorinqlərin aparılması və risklərin elmi əsaslarla qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə seysmik risklərin qiymətləndirilməsi daha da aktuallaşmışdır. Bunun əsas səbəbləri arasında urbanizasiyanın sürətlənməsi, əhalinin sıxlığının artması, çoxmərtəbəli binaların geniş yayılması, iri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi xüsusi yer tutur. Xüsusilə Abşeron yarımadasında və Bakı şəhərində risk səviyyəsi yüksəkdir. Çünki burada həm əhali sıxlığı, həm də iqtisadi aktivlik çox yüksəkdir. Adil Abdullayev bildirdi ki, risklərin azaldılması üçün seysmik mikrorayonlaşdırılma işlərinin aparılması vacibdir. Onun sözlərinə görə hazırda Fövqəladə Hallar Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzi və Yaponiyadan olan mütəxəssislərlə birlikdə bu istiqamətdə tədbirlər görür. Yeni binaların layihələndirilməsi zamanı seysmik aktivlik nəzərə alınmalı, mövcud tikililər isə gücləndirilməli və ya yenidən qurulmalıdır. Şəhərsalma siyasətində riskli zonaların düzgün qiymətləndirilməsi və bu ərazilərdə tikintinin məhdudlaşdırılması da vacib amillərdəndir. Konfransda sürüşmə zonaları və palçıq vulkanları ilə bağlı monitorinqlər də müzakirə edildi. Bildirildi ki, sürüşmə sahələrində proseslərin dərinliyi, kütləsi və istiqaməti araşdırılır, nəticələr isə layihələndirmə işlərində istifadə olunmaq üçün aidiyyətli qurumlara təqdim edilir. Eyni zamanda Azərbaycanda 300-dən artıq palçıq vulkanının dinamikası və coğrafi koordinatları da izlənilir. Ağcəl Əskərli, ATV Xəbər.